müəllimlər, əziz məktəb yoldaşlarım və efir vasitəsilə bizi dinləyən, yenilikləri sevən hər bir kəs. Günün ən xoş, ən maraqlı və bilik dolu anlarını yaşadığımız bu dəqiqələrdə hər birinizi böyük sevinç hissi ilə salamlayıram. Efirdə məktəb həyatımızın texnoloji aynasına çevrilən, hər gün bizi yeni məlumatlara ötürərək dünyagörüşümüzü zənginləşdirən Gələcəyin İşığı FM radiosudur. Mən 7B sinif şagirdi Mədinə Babayeva. Bugün növbəti efir saatını sizinlə bir arada olmağın qürurunu yaşayıram. Bugün bizim müasir dünyanı bir-birinə bağlayan, məsafələri qısaldan və gələcəyimizi kompüter texnologiyaları ilə quran mühüm bir peşə bayramı. 7 may Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı günü haqqında danışacağıq. 7 may tarixi həm də ölkəmizdə, həm də dünyada inkişafın simvolu kimi qəbul edilir. Bu tarixin seçilməsi heç də təsadüfi deyil. Məhz 1895-ci il bu günündə dünyada ilk radio nümayiş etdirilmiş və bununla əlaqə vasitələri sahəsində böyük bir yeniliyin təməli qoyulmuşdur. Azərbaycanda isə bu günün rəsmi peşə bayramı kimi qeyd edilməsi dövlətimizin müasir sahələrə verdiyi xüsusi dəyərinin göstəricisidir. Bugün baş işçilərindən tutmuş, mürəkkəb proqram yazan mütəxəssislər, mühəndislərdən tutmuş, internet xidməti göstərənlərə qədər minlərlə insanın əməyi uca tutulur. Onlar bizim dünyada anından xəbər tutduğumuz, uzaqdakılara yaxınlarımızın səsini eşitməyi və bilik dünyasının bir toxunuşa daxil olunmağımızı təmin edən görünməz qəhrəmanlardır. Müasir dövrdə kompüter və internet texnologiyaları artıq sadəcə bir sahə deyil, həyatımızın hər bir nöqtəsini əhatə edən nəhəng bir hərəkətverici qüvvədir. Bugün cibimizdə daşıdığımız kiçik cihazlar, evimizdəki sürətli rabitə vasitələri və məktəbimizdə istifadə etdiyimiz müasir texniki avadanlıqlar hamısı bu sahənin işçilərinin gecə-gündüz çəkdiyi zəhmətin nəticəsidir. Əlaqə imkanları olmasa, müasir dünya bir sukuta qərq olar. Məlumat axınları tamamilə dağınır və inkişaf ləngər. Xüsusən son illərdə ölkəmizdə kosmik sahəsində atdığı cəsarətli addımlar, göy üzündən çıxarılan peyklərimiz Azərbaycanın bu sahədəki gücünün bütün dünyaya nümayiş etdirdi. Bu uğurlar biz gənclər üçün böyük bir həvəs mənbəyidir ki, biz də gələcəyin savadlı mütəxəssisləri kimi bu sahədə yeni zirvələr fəth edək. Əziz dostlar, yüksək texnologiya həm də hər birimizin böyük məsuliyyət hissi yükləyir. İnformasiya əsrində yaşamaq o deməkdir ki, biz məlumatlı sadəcə qəbul etməli, həm də onu düzgün anlamağı, faydalı olmağı seçməli, bacarmalıyıq. İnternet vasitələri bizə dünyanı əl-açan etsə də, bu virtual məkanda təhlükəsizlik qaydalarına əməl etmək, düzgün davranış mədəniyyətini formalaşdırmaq çox vacibdir. Müəllimlərimizin bizə hər zaman verdiyi tövsiyələri uyğun olaraq, texnologiyada biliklərimizi artırmaq, xalqımıza xidmət edəcək yeni ideyalar hazırlamaq üçün istifadə etməliyik. Çünki gələcəyin güclü Azərbaycan iradə edək gənclər məhz texnologiyanı dərindən bilən, tətbiq edən şəxslər olacaqdır. Bizim hər birimiz bu sürətli inkişafın bir parçası olmağa çalışmalıyıq. Hər birimizin evində və ya məktəbində internetin kəskin işləməsinin, radio və televiziyaların yayımını, poçt xidmətlərinin sürətini təmin edən insanlar bugün böyük bayram sevinci yaşayırlar. Onlar hava şəraitindən asılı olmayaraq, ən uca dağ zirvələrində belə rabitə qüllələrini quran fədakar peşə sahibləridir. Məhz onların sayəsində Azərbaycanda dünya ölkələrinin sürətlə qoşulur və beynəlxalq alanda öz yerini daim möhkəmləndirir. Biz də şagirdlər olaraq bu sahənin çətinliklərini görməli, gələcək peşə seçimlərimizdə texnologiya sayəsində xüsusi maraq göstərməli və ölkəmizin inkişafına kömək etməyə hazır olmalıyıq. Müasir elmi bilik və güclü texnologiya bizim ən böyük gücümüzdür. Dəyərli dinləyicilər, bugünkü efirimiz burada tamamlanır. Lakin inkişafın və yeniliyin eşqini hər zaman qəlbimizdə yaşasın. Ümid edirəm ki, bugünkü verilişimizdə sizdə texnologiya sahəsinə qarşı yeni maraq yaratdı və ətrafımızdakı cihazlara daha fərqli gözlə baxmağa zövq etdi. İnsan olmaq hər şeydən öncə ünsiyyət qurmaq, paylaşmaq və dünyanı daha asanlıqla etməkdir. Sizinlə mən idim, 7B sinif şagirdi Mədinə Babayeva. Gələcəyin İşığı FM radiosunun adından bütün sahə işçilərini ürəkdən təbrik edir. Hər zaman birimizin sarılmaz iradə və böyük uğurlar arzulayıram. Səsimiz hər zaman inkişafın, elmin və tərəqqi tərəfindən ucalacaqdır. Növbəti görüşlərə qədər yolunuz hər zaman parlaq, ideyalara və böyük uğurlara doğru olsun. Sağlam qalın, hər zaman məlumatlı olun və bizimlə əlaqədə qalın.